Gəlin bugün bir yerdə toyuqlu samsalar hazırlayaq. Çox dadlı, möhtəşəm alındı. Mütləq siz də hazırlayın. Əminəm ki, hazırlasaz çox bəyənəcəksiniz. Keçək hazırlanma qaydasına. Bizə lazımdır 1 ədəd yumurta, 1 stəkan soyuq su və 1 çay qaşığı duz, yarım stəkan duru yağ əlavə edirik, qarışdırırıq və qarışdırdıqdan sonra üzərinə 500 qram un əlavə edib xəmirimizi yoğururuq. Yumşaq ələ yapışmayan xəmir olmalıdır. Xəmirimizi yoğurduqdan sonra başlayırıq kündələr hazırlayırıq. Kündələri hazırladıqdan sonra bir-bir yayıb və içərisini kərə yağla yağlayırıq. Eyni bu qayda ilə davam edirik. Sonuncu kündəni də yayıb üzərini yağladıqdan sonra bu formada bükürük və soyuducuda 10 dəqiqə gözlədirik. Xəmirimizi soyuducudan çıxartdıqdan sonra bu formada kəsib və yayıb içlikdən əlavə edirik. İçlik olaraq mən toyuq filesi, soğan, duz, istiyotdan istifadə elədim. Soba listinin içərisini yerləşdirib üzərinə yumurta sarısı əlavə edib və qara çili otu da əlavə edib sobada 200 dərəcədə üzü qızarana qədər bişiririk. Və budur, samsalarımız hazırdır. Çox dadlı və möhtəşəm alındı. Mütləq siz də hazırlayın. Əminəm ki, hazırlasaz çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.